Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Salam əziz izləyicilər, növbəti canlıda hər birinizi xoş gördük. Bugün aprel ayının 20-si 2026-cı il. Çox əlamətdar bir gün ola bilər. Əlbəttə ki, son dövrlər gündəm zəngin olduğu kimi bu gün də o zənginlik davam eləyir. İran ətrafında baş verən məsələlər, hadisələr və ardıcıl əksər hallarda da bir-birini təksib eləyən açıqlamalar, eyni zamanda regionda olan vəziyyət, ölkəmizlə bağlı, Azərbaycanla bağlı olan problemlər və s. bunlar hamısı bir-birini o qədər sürətlə izləyir və o qədər sürətlə bir-birini arxada qoyur ki, biz əslində hansı mövzunu seçək, hansı mövzu haqqında danışaq, çox çətinlik çəkirik. Ümid edirik ki, qarşıdakı dəqiqələrdə biz deməli, nəzərdə tutduğumuz mövzuları müzakirə etməklə faydalı bir proqram təqdim etmiş olacağıq. Bunun üçün sizin dəstəyinizə də ehtiyacımız var, əziz izləyicilər. Əlbəttə ki, canlını bəyənib, paylaşıb, yorum yazmaq və eyni zamanda Cavid Cabbarlı kanalına əgər abunə olmamışsınızsa bu vaxta qədər abunə olmağı da unutmayın. Bu sizin bizim üçün etdiyiniz ən böyük iş olmuş olar. Əzizlər, bildiyiniz kimi bugün Amerika Birləşmiş Ştatları tərəfindən, ümumilikdə Epstein koalisiyası tərəfindən artıq İslamabada İran İslam Respublikası ilə ikinci raundun görüşləri üçün, ikinci raund üçün bəzi nümayəndə heyətinin getməsi ilə bağlı fikirlər səsləndirilib. Dünən Trump tərəfindən bu barədə ziddiyyətli fikirlər səsləndirilmişdi. Biz dünənki canlıda bu barədə danışanda İranın bu görüşə gedib getməyəcəyi ilə bağlı dəqiq açıqlamanın olmadığını bildirdi və bizim canlı bitər-bitməz məlumat yayıldı ki, bəs İran bu görüşü qəbul etmir. Səbəb kimi də əslində Hörmüz boğazının blokadasını əsas gətirir və deməli ABŞ-ın atəşkəs rejiminə əməl etməməsi, ABŞ-a qarşı İranda heç bir güvənin olmaması kimi səbəblər təqdim edir. Mən düşünürəm ki, bu barədə, bu mövzuda daha doğrusu İran İslam İnqilabının müqavimətçi tərəfdarları, rəhbərləri bu barədə çox doğru və dolğun məlumatlar tirajlayırlar. Biz canlıda bu mövzunu diqqətinizə çatdıra bilməsək də, dərhal İranın bu görüşə qatılmayacağı ilə bağlı xəbər təqdim etdik. Kiçik bir neçə dəqiqəlik video formasında izləyicilərimizə çatdırdıq ki, izləyicilər son durumu bilsinlər. Bu barədə bugün yenə də deməli Trump'ın müəyyən açıqlamalarını biz görürük. Eyni zamanda İran konkret şərt qoyub. Şərt ondan ibarətdir ki, əgər deməli ABŞ görüşə gəlmək istəyirsə, görüşmək istəyirsə, İranın dondurulmuş aktivlərini təqdim etməlidir, açmalıdır və biz o zaman ABŞ-la deməli görüşə qatıla bilərik. Bu əslində İran bu tələbi ABŞ-ın xoş niyyətinin olduğunu bilmək istəyir. Biz ümumilikdə bu mövzuları müzakirə edəcəyik. Bizim üçün diqqəti çəkən məqamlardan biri də
İran-Azərbaycan arasında münasibətlərin gərginliyini istəyən tərəflərin mövcud olmasıdır. Bu barədə də Azərbaycanda Yeni Müsavat qəzeti bir yazı dərc eləyib və əlbəttə ki, biz bu mövzunu illər əvvəl gündəmə gətirmişdik. 2020-ci ildə bu mövzunu şəxsən mən gündəmə gətirmişəm. Daha doğrusu gündəmə gətirənlərdən biri də mən olmuşam. O barədə geniş yazı dərc eləmişdik. Bu mövzuda hansı ki, bu mövzu indi gündəmə gətirilib Yeni Müsavat qəzeti tərəfindən və mən hesab edirəm ki, Yeni Müsavat qəzetinin deməli belə bir məqamda bu mövzunu gündəmə gətirməsi və bu mövzunun üzərindən İran İslam Respublikasının bəzi generallarını, bəzi nümayəndələrini hədəf seçməsi bu İranla Azərbaycan arasında münasibətlərin növbəti dəfə gərginləşməsinə xidmət edən bir gedişdir. Bu barədə biz deməli canlıda danışacağıq. Əzizlər, sizdən deməli zəhmət olmasaq ricamız bundan ibarətdir ki, siz canlını bəyənin, paylaşımlar edin, yorumlar yazın ki, sayımız biraz da artsın və eyni zamanda mənim səsimin necə gəldiyi ilə bağlı da məlumat istəyirəm sizdən. Məlumat necədir, mənim səsim necə gəlir, o barədə də zəhmət olmasa bir məlumat verərdiniz. Səs necə gəlir, səslə bağlı zəhmət olmasa bir məlumat verin, səslə bağlı məlumat verin. Mən həmən müddətdə siz səslə bağlı məlumat verdiyiniz müddətdə mən canlıda olanları salamlayıram və burada görürəm Tamilla xanım salamlayıram, canlıya dəstək göstərir. Çox təşəkkür edirəm. Mədinə xanım Kərimli yenə də bizim bu insanlar bizim az sayılı olsalar da sadiq izləyicilərimizdir. Muxtar Oruc salam göndərir. Əleyhissalam. Sonra başqa Qürbətən İləllah adlı istifadəçi deməli o da salam verir. Onu da salamlayırıq. Rafael Əliyev səsin normal olduğu ilə bağlı məlumat verdi. Təşəkkür eləyirəm. Deməli, məsələ bundan ibarətdir ki, İslamabadda 11 aprel nəticəsiz keçirilən görüşdən birinci raund idi və bu görüş 21 saat baş tutdu. Amma nəticəsiz oldu. Nəticə ondan ibarət idi ki, ABŞ əslində hərbi sahədə qazana bilmədiyini, itirdiyi nüfuzunu diplomatik masada əldə etmək istəyirdi. İranın qətiyyətli mövqeyi və mərd duruşu ABŞ-a bu fürsəti vermədi və nəticədə görüş hər hansı bir hazırlığın olmadan görüş başa çatdı. İkinci raund isə 21 aprel tarixində reallaşacağı gözlənilirdi. Düzdür, İran bu barədə hər hansı bir açıqlama vermədi. Konkret olaraq deməli ABŞ-la görüşə getməsinin mənasız və nəticəsiz olduğunu bildirdi. Eyni zamanda açıq şəkildə tələblər qoydu ortaya. Bu gün də biz İranın tələbini açıq şəkildə gördük ki, İran tərəfi bildirdi. Əgər bu görüşün baş tutmasını istəyirsə, ABŞ o zaman deməli İranın dondurulmuş aktivlərinin açılması ilə bağlı mövqeyini bildirməlidir və bu aktivlər, dondurulmuş aktivlər açılmalıdır, bunlar geri qaytarılmalıdır. ABŞ isə bunu öz deməli xeyrinə çevirmək istəyir. Əzizlər, mən onu deyim ki, bu artıq Trump administrasiyası son çabalarını göstərir və ən dramatik bir vəziyyət ondan ibarətdir ki, ən kədərli məsələ ondan ibarətdir ki,
ABŞ bu gün müttəfiqsiz qalıb, tək qalıb. ABŞ-ın bu günə qədər dəstəkləyən, onu bütün sahələrdə onun yanında olan, biz bunu İraq mövzusunda gördük, Fələstin mövzusunda gördük, digər deməli sahə cinahlarda biz gördük ki, ABŞ-ın bir durjor çubuğu ilə onun müttəfiqləri qeyd-şərtsiz onun ətrafında yer alırdılar. A deyəndə A deyirdilər, qu deyəndə qu deyirdilər. Amma bu dəfə biz görürük ki, deməli, dəfələrlə Donald Trump dəfələrlə öz müttəfiqlərinə və NATO üzvlərinə müraciət etsə də, onları yalvardı, sonra onları təhdid etdi və s. heç bir nəticə əldə edə bilmədi. Təsəvvür eləyin, 32 NATO üzvündən 31-i deməli ABŞ-ı dəstəkləmir, ABŞ-ı tək buraxıb. Bu obrazlı belə səslənir. Demək istəyirəm ki, heç bir NATO üzvü ABŞ-ı dəstəkləmir və mən bu gün bir Türkiyəli ekspertin açıqlamasında eşitdim ki, İranla görüşü zamanı İran deməli Türkiyəyə NATO'nun üzvü olmasına baxmayaraq ABŞ-ın yanında olmadığı üçün Türkiyəyə təşəkkür eləyib. Bunu bir Türkiyəli, adını unuttum o ekspertin, Türkiyəli ekspertin dilindən deyilən bir fikir idi. Əslində demək istəyirəm ki, NATO üzvləri və ABŞ-ın digər müttəfiqləri heç biri ABC-ı bu mövzuda dəstəkləmir. Hətta biz ən açıq şəkildə Böyük Britaniyanın mövqeyini bu hadisədə görürük və Britaniya açıq şəkildə deməli öz uzun illər müttəfiqlik etdiyi Amerika Birləşmiş Ştatlarını ABŞ-ı tək qoyub. Bunun bir çox səbəblər kimi izah eləyirlər. Adətən bəziləri izah etməyə çalışırlar ki, deməli ABŞ bu məsələdə İrana qarşı hücumla bağlı haqsız durumdadır, haqsızlıq edir. Heç bir əsas olmadan deməli ABŞ bu qərarı verdi. Trump bu qərarı verib, İrana hücum qərarını verib, müharibə başladıb. Ona görə onun müttəfiqləri ABŞ-ı müdafiə etmirlər. Əslində bilirsiniz ki, bu yanlış bir açıqlamadır, həqiqəti əks etdirmir. Biz İraq nümunəsində, Əfqanistan nümunəsində, Suriya nümunəsində, hətta Liviya nümunəsində bunların hamısında gördük ki, ABŞ administrasiyaları nə BMT-nin, nə digər müttəfiqlərinin deməli məsləhətləşmələrinə belə ehtiyac görmədilər, ehtiyac duymadılar və həmən müttəfiqlər də ABŞ-ın nəinki ABŞ-ı tənqid etməyə cəsarətləri çatmadı, hətta onunla birlikdə həmən ölkələrə koalisiya şəkildə hərbi güc belə göndərdilər. Mən düşünürəm ki, dünya ictimaiyyətinin təqdim etdiyi ABŞ-ı niyə tək qoyub, o mövzuda təqdim etdiyi arqument olduqca saxta arqumentdir, yalançı arqumentdir. Əsas burada ciddi bir arqument var. O ondan ibarətdir ki, deməli burada İran xalqının fədakarlığı, İran xalqının cəsarəti, İran xalqının mərdliyi, İran xalqının ölümü seçməyi, sadə dillə desək, ölümü seçməyi bu dünya xalqlarını həm oyadıb, həm də qorxuya salıb. Və biz müşahidə etdik ki, deməli, müharibənin 2-3-cü həftəsində hətta bəzi Avropa ölkələri İrana qarşı Amerikaya dəstək olacaqlarını ötəri olaraq və yaxud da dolayısı ilə bildirdilər. O zaman İran Avropa mərkəzlərini, paytaxtlarını vura biləcək raketlərə sahib olduğunu nümayiş etdirəndən sonra Avropada artıq vəziyyət dəyişdi. Mən düşünürəm ki, İran xalqının fədakarlığı, cəsarəti, mərdliyi dünya xalqlarını oyanışa məcbur edib. Dünya xalqlarını ABŞ-ın ətrafından
Epstein koalisiyasının ətrafından dağılmağa məcbur eləyən ən əsas amildir. Düzdür, indi bəzi ekspertlər Azərbaycan mediasında da biz buna rast gəlirik. Bəzi ekspertlər deməli İran xalqını və İran idarəçilərini biraz aşağılayaraq onları diplomatiyadan anlamayan bir qrup kimi təqdim eləməyə çalışırlar. Biz bu müharibə, yəni bu sabah 22 aprel tarixindən sonraki dövr nələr baş verəcək və nə baş versə nə ola bilər proqnozlarla bağlı danışanda o istiqamətdə danışacağıq. Amma demək istəyirəm ki, bu arqumentlər, bunların gətirdiyi arqumentlər inandırıcı deyil və bunlar əslində çalışırlar ki, İran xalqının qəhrəmanlığını ört-basdır eləsinlər. Amma bu gün dünyanı dizi üstə gətirən mən bu cümlədə Epstein koalisiyasını nəzərdə tuturam. Epstein koalisiyasını dizi üstə gətirən əsas amil İran xalqının fədakarlığı, İran xalqının cəsarəti, İran xalqının qorxmamazlığı, İran xalqının dəyanəti və İran xalqının qeyrəti ilə birlikdə rəşadətidir ki, bütün dünyanı qorxuya salıb. Buna görə də İran xalqına mən təşəkkür edirəm. Həqiqətən bu xalq deməli sübut etdi ki, dünyanın ən qəhrəman, ən qorxmaz, ən fədakar xalqıdır. Bu xalqlarından biri yox. Məhz ən fədakar xalqı İran xalqıdır. Bu sübut olundu. Əzizlər, biz qayıdırıq deməli İslamabad görüşü ilə bağlı ikinci raund. İkinci raundla bağlı bilirsiniz ki, Trump'ın bu istiqamətdə açıqlamaları var. ABŞ öz nümayəndələrini artıq İslamabada göndərib, Pakistana göndərib və Trump bir neçə saat bundan əvvəl belə bir açıqlamada səsləndirdi ki, İranın yüksək rütbəli liderləri ilə görüşməyə hazıram. Belə bir fikir səsləndirdi. ABŞ prezidenti Donald Trump İranın yüksək rütbəli liderləri ilə görüşməyə hazırdır. Donald Trump New York Post'a bu barədə məlumat verib. Danışıqlarda irəliləyiş olsa İranın yüksək rütbəli liderləri ilə görüşməyə hazır olduğunu bildirib. Biz danışıqlar aparacaq. Məncə bu məqamda heç kim oyun oynamır. Hətta bu cümlə heç kim oyun oynamır. Mən hesab edirəm ki, bu İran rəsmilərinə dolayısıyla verilən bir cavabdır. Çünki İran rəsmiləri xüsusən Trump'ın yalancı olduğunu dilə gətirirlər. Ümumiyyətlə, ABŞ-ın başında olanlarla bağlı heç bir halda İran rəhbərliyi güvənməyib bunlara. Amma Trump'ın açıq şəkildə yalancı olduğunu bunlar bəyan eləyirlər ki, bu həqiqətdir. Deməli, dünənləri də İran rəsmilərindən biri, səhv etmirəmsə Qalibaf idi, Məhəmməd Baqir Qalibaf ki, əsasən indi müharibənin idarə olunması əsasən onun üzərindədir. O parlamentin rəhbəridir həm də. O demişdi ki, Trump'ın 8 sözündən 7-si yalandır. Təqribən bu məzmunda belə bir fikir səsləndirmişdi. Trump'ın deməli bu cür ziddiyyətli fikirlər səsləndirməsi həm də onun özünün və administrasiyasının və rəhbərlik elədiyi ölkənin dünya ictimaiyyəti qarşısında nüfuzunu sürətlə azalmasına səbəb olur. Eyni zamanda onu da mən deyim ki, qeyri-rəsmi məlumatlara görə artıq Trump'ın ABŞ-da nüfuzu deməli 23-25%-ə enib. Yəni bu onun üçün həqiqətən çox böyük bir problemin başlanmasıdır və ABŞ deməli əhalisi tərəfindən, vətəndaşları tərəfindən Trump'ın artıq dövrə dışı edilməsi prosesi başlanıb. Dediyim kimi, ABŞ bu istiqamətdə belə bir açıqlama verib. Bu onu göstərir ki, Donald Trump deməli çarəsiz bir durumdadır. Donald Trump bütün gücü ilə çalışır ki, İran İslam Respublikası ilə görüşləri bərpa eləsin. İran da həmişə biz bunu deyirik. İran da diplomatik sahədə
olduqca məharətlə davranır. Bütün deməli fürsətləri imkana çevirir. Bütün baş verənləri öz xeyrinə, daha doğrusu fürsətə çevirir. Bu deməli dondurulmuş aktivlərin qaytarılması və eyni zamanda Hörmüz boğazı ilə bağlı hadisələr əslində 28 fevral tarixindən əvvəl gündəmdə olmayıb. ABŞ-ın yanlış hücumu, yanlış müharibəyə başlaması əslində İranı biraz da həm bu kimi, bu və digər mövzularda İranı gücləndirdi, həm də ki, İranın nüfuzunun artmasını və ABŞ-ın necə hiyləgər bir siyasət yürütdüyünü və xalqlara qarşı Epstein koalisiyasının deməli hansı addımlar attığını bütün dünya xalqlarına bəlli etdi. Əzizlər, Trump'ın başqa bir açıqlaması da deməli gündəmdə var. Eyni zamanda Trump İranla atəşkəsin uzadılma ehtimalının çox az olduğunu da hesab eləyir. Belə bir açıqlama da verib. Bloomberg bu barədə məlumat yayıb. Deməli, İranla 2 həftəlik atəşkəsin uzadılması ehtimalı çox az olduğunu deyib. Deməli, baxın, bir xronologiyaya biz baxsaq, 28 fevral tarixində ABŞ İsraillə birlikdə İrana amansızcasına hücum eləyir və ilk hədəfi hərbi cinayətlə başlayır. Hər hansı bir strateji obyektləri deyil, Trump'ın deməli ilk İrana hücumu qızlar məktəbini vurmaq, 175 qız məsum uşağın şəhid olmasına səbəb olur, orada o məktəbi dağıdır və eyni zamanda İslam İnqilabının ali dini liderini yaxınları ilə birlikdə şəhid edir. Bu müharibənin deməli başlama trayektoriyası idi. Ondan sonraki mərhələlərdə demək olar ki, 2 həftə ardıcıl olaraq İrana güclü zərbələr endirir və İran anidən vaxt itirmədən özünü toparladı. Həm yeni lider seçdi, həm hücumlara adekvat yerində və ağır zərbələr endirdi. Daxili idarə etməni tam nəzarət olundu. Xalqla hakimiyyət arasında birlik, vəhdət təmin olundu. Bunlar əslində Epstein koalisiyasının bu hücumlar nəticəsində İran xalqına elə bil bir zərbələrindən sonra ortaya çıxa biləcəyi ehtimallar idi ki, əslində bu ehtimallarla istəyirdilər ki, fikirləşirdilər ki, istədiklərinə nail olacaqlar. Amma tam əksi oldu. 8 apreldə 2 həftəlik atəşkəs məhz yenə də ABŞ-ın səyi nəticəsində baş verdi. İran elə ilk günlərdə mərhum şəhid Əli Laricanı bu fikri səsləndirmişdi ki, biz müharibəni başlamadıq, müharibəni siz başladınız, amma müharibəni bitirən tərəf biz olacağıq. Belə bir bəyanat səsləndirmişdi mərhum şəhid Əli Laricanı. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Bu 2 həftə ərzində də biz həm atəşkəs dövründən əvvəl, həm atəşkəs dövründə bu fikri səsləndirmişik ki, ABŞ bütün deməli səylərini toparlayıb bu müharibədən qaçış planına. İndi də biz görürük ki, deməli danışıqların 2-ci raundu üçün ABŞ nümayəndə göndərdiyini bəyan edir. İran isə mən səndən görüşmürəm. Savaşı başlamısan, lor dildə biz izah edəcəyik bunu. Bu hadisənin tərcüməsi belə çıxır ki, İran deyir ki, savaşı sən başlamısan, sən məni vurmusan, mən indi gəl o attığın şillənin cavabını al. Çünki yadınızdadırsa bizim
şəhid imamımız Ayətullah Üzma Seyyid Əli Xamenei cənablarının keçən il belə bir sözü tirajlandı. Daha doğrusu 2025-ci il iyul ayının 12 günlük savaşından əvvəl bu fikri səsləndirmişdi şəhid imam. Bildirmişdi ki, artıq vurub qaçmaq dövrü bitdi. Vuracaqsan, ondan da ağır cavab alacaqsan. Bu artıq İranın rəhbərin bu ifadəsi İranın stratejiyasına çevrilib. İran bu stratejiya ilə irəliləyir. İndi deyir ki, yaxşı, bütün dünyaya əzələ nümayiş etdirirdin, bütün dünyaya elan eləyirdin ki, mən İranı belə vuracam, belə dağıdacam, məhv eləyəcəm, belə eləyəcəm. İndi də əsas strateji obyektləri vurması ilə bağlı bəyanatlar səsləndirir. Yadınızda aprelin əvvəllərində infrastruktur layihələrin deməli vurulması ilə bağlı, hətta elektrik stansiyalarının, körpülərin və s. vurulması ilə bağlı İranı təhdid eləyirdi. Həmən gündə 8 aprel tarixində uşaqdan böyüyə hamının, bütün İranlıların küçələrə tökülməsi və ABŞ-ın bu təhdidindən qorxmayaraq deməli öz ölkələrini müdafiə etmə proseslərini biz gördük. Bu həqiqətən dünya xalqları üçün bir nümunə idi. Bir nümunə idi ki, bəli, İran öz ölkəsini necə qoruyur, İran imperiya siyasətinə qarşı necə dayanır. Əslində bir tabu var idi ki, dünyada ABŞ-a söz demək olmaz, Amerika Birləşmiş Ştatları super gücdür filan, amma bunların hamısı bir sıradan çıxarılır. İran gördünüz məsələn həm siyasi bəyanatlara deməli diplomatik koridorlarda, diplomatik masalarda hansı formada cavab verir? Hərb sahəsində ABŞ-ın əskərinə gözünün ucu ilə baxa bilməyən ölkələr gördülər ki, İran ABŞ-ın əskərlərini öldürür, İran ABŞ-ın əskərlərini əsir götürür, İran ABŞ-ın bazalarını partladır, dağıdır. İran ümumiyyətlə ABŞ-ı regiondan sıxışdırıb çıxardı. Və indi ABŞ gəlib yalvarır, Epstein koalisiyası yalvarır ki, bəs sən gəl məndən danışığa, heç olmasa gəl bir masada oturaq. İran əslində böyük bir qəhrəmanlıqla dünyaya göstərir ki, sizin ayağının altını öpməyə çalışdığınız ABŞ-ı, başda Trump olmaqla, mən heç adam hesab eləyib ondan görüşmürəm. Baxın, ABŞ bugün İranın qapısında dayanıb yalvarır ki, gəl görüşək, gəl bir masada oturaq. İran deyir ki, mən səni heç saymıram, mən səninlə heç görüşmürəm. İndi özünüz qiymətləndirin. Həqiqətən super güc kimdir? Sizin dediyiniz Amerika Birləşmiş Ştatlarıdır super güc, yoxsa həmişə tənqid etdiyiniz, xor baxdığınız və molla rejimi olaraq dediyiniz İran İslam Respublikası, İslam inqilabıdır görün dünyanın super gücü. Mən düşünürəm ki, əzizlər, deməli biz çox ciddi bir dönəmdə yaşayırıq. Artıq dünyanın düzəni böyük hərflərlə dəyişir və gələcək düzəndə orada əlbəttə super güc olacaq və o super güc nə Amerika olacaq, o super güc nə Avropa ölkələridir, nə Rusiyasıdır, nə Çinidir, nə digərləridir. O super güc məhz İslam inqilabıdır. Və bu proses elə də öz başına və yaxud da asanlıqla baş vermir. Bu proses deməli böyük itkilərlə, böyük şəhadətlərlə, böyük məhrumiyyətlərlə, böyük mübarizələrlə baş verir və verməlidir. Bugün biz bunu görürük ki, bəli, İslam inqilabı həqiqətən şər qüvvələrə qarşı ölüm-dirim mücadiləsi verir və inşallah dünyanın düzəninin dəyişməsi istiqamətində həqiqətən böyük mübarizədədir, böyük müharibədədir. Mən ümid eləyirəm ki, bu həm də bir ilahi vədədir. Yaxın vaxtlarda biz İslam inqilabının
deməli mütləq qələbəsini qələbəsini müşahidə edəcəyik, görəcəyik inşallah. Bu həm də mən düşünürəm ki, zühurun başlanğıcı və yaxud da zühurdan əvvəlki dönəm və yaxud da zühur hazırlığı müxtəlif ifadələrlə, müxtəlif terminlərlə biz bunu deyə bilərik. Amma ən əsası ondan ibarətdir ki, artıq dünyada yeni düzen başlayır. Hansı ki, həmən düzəndə super güc İslam inqilabı olacaq. Bu bir mənalı belədir. Əzizlər, mən yorum yazan, fikir yazan izləyicilərə bir daha dərindən təşəkkür edirəm. Bəyənmələri zəhmət olmasa artırın. Bir dəfə bəyənsəniz, bir dəfə yorum yazsanız, bir dəfə paylaşım etsəniz bu yetərlidir. Hər birinizə bir dəfə bəyənib paylaşım etməyinizi xahiş edirəm. Bütün dünya xalqları İranın qələbəsini gözləyirlər. Təsəvvür edin, dünya yorulub bu iki terrorçu ölkədən, Amerika və İsraildən. Səbinə adlı istifadəçi yazıb. Bəli, əslində biz hər dəfə bu istiqamətdə danışmışıq. ABŞ və İsrail, bunlar ümumilikdə Epstein koalisiyası adlandırdığı bunu. Bu Epstein koalisiyasının ayağı dəyən hər bir yerdə əxlaqsızlıq düzəlir. Ayağı dəyən hər bir yerdə ədalətsizlik baş alıb gedir və bu Epstein koalisiyası insanları, xalqları, ölkələri ancaq somurmaqla məşğul olur. Əlbəttə ki, deməli, cəsarətli, fədakar İran xalqının əli ilə bu ədalətsiz, nankor rejimlərin məhvini biz görəcəyik. Allah sizin zəhmətinizə görə bizlərə vaxtınızı sərf etdiyiniz üçün təşəkkür eləyir. Tamella xanım, təşəkkür eləyirəm. Bəli, bizim əslində hədəfimiz Azərbaycan xalqını deməli maarifləndirməkdir. Əvvəla özümüzü islah eləməkdir. Çünki biz deməli bu mövzuları, bu təbliğatı İslam mənbələrinə istinadına apardıq. Əsas qırmızı xəttimiz də ədalət və əxlaq prinsipləridir. Biz bunlardan kənara çıxmırıq. Ona görə də İslam mənbələrindən biz yararlanmaq, faydalanmaq istədiyimiz üçün Quranın bizə verdiyi birinci tövsiyə öz nəfsimizi, özümüzü islah etməkdir. Bu qədər nə qədər danışaq, əgər özümüzü islah etməyə çalışmırıqsa, özümüzə vaxt ayırmırıqsa, təbii ki, islah etməyə vaxt ayırmırıqsa, o zaman bu danışığın, bu fəaliyyətin heç bir nəticəsi olmayacaq. Əvvəla biz istəyirik ki, özümüzü islah eləyək, özümüzü düzəldək, günahlardan uzaq olaq, Allahın dediyi bəndələr kimi yaşayaq, mömin olmağa cəhd eləyirik və sonra da deməli insanları maarifləndirmək, insanlara doğru yolu göstərmək bu bizim üçün bir görevdir, bir vəzifədir. Hətta namaz qədər, həc qədər, oruc qədər Firuiddində yer alan ibadi məsələlər qədər bizim üçün deməli bu siyasi, sosial mövzular da bizim üçün vacibdir. Bu bir şəriət məsələsidir. Ona görə biz dayanmadan bu istiqamətdə təbliğatımızı aparacağıq inşallah. Paşazadə adlı istifadəçi Nail bəli, bu da bir yəqin ki, kimsə yuxarıda mənim diqqətimdən qaçıb bir nəfər trolluq eləyirmiş, ona cavab verir. Sonra güc dövlətlərin banisi elə Tehran olacaq. Bəli, super güc dediyimiz elə. Bu mənada da Tamella xanıma təşəkkür edirəm növbəti dəfə. Təşəkkür eləyirəm əzizlər, izləyicilər, xoş sözlərinizə görə təşəkkür eləyirik və bizim əsas mövzularımızdan biri, biz indi dediyim kimi bu saata qədər hələ İran tərəfi rəsmi olaraq görüşə qatılıb-qatılmamağı ilə bağlı, daha doğrusu qatılmağı ilə bağlı açıqlama verməyib. Bu görüşlə bağlı, görüşün ikinci raundu ilə bağlı İran tərəfi bildirir ki,
biz şərtlərimiz əməl olunarsa görüşə qatılacağıq. Amerika tərəfi də bu şərtləri deməli əməl etmək istəmir. Çünki bu şantaj, bu təhdid ABŞ-ın və Epstein koalisiyasının demək olar ki, son şansıdır. İstəyir ki, təhdidlə, qorxutmaqla və İrana qarşı müharibənin başlaması ilə bağlı təhdid eləyir, şantaj eləyir. Bununla da o şantajla, təhdidlə İranı növbəti dəfə masaya dəvət eləməyə cəhd eləyir. Masaya oturtmağa daha doğrusu cəhd eləyir. Mən düşünürəm ki, İslam inqilabı ABŞ deməli dünyanın ən yalançı və əxlaqsız adamının şantajına boyun əyməyəcək və bu görüşə razılıq verməyəcək. Amma hər halda biz deməli nələrin baş verdiyini mediadan izləyirik. İran tərəfinin bu görüşə qatılıb-qatılmayacağını biz yəqin ki, yaxın saatlarda biləcəyik. Bu günə qədər, yəni indiki vaxta qədər İran görüşə qatılmayacağını bildirib. Bu birmənalı olaraq hələ ki belədir. Bundan sonra yəni demək olar ki, onu da qeyd edeyim ki, ABŞ hələ ümidi var və deməli əgər İran tərəfi ki, görünən bundan ibarətdir, İran tərəfi deməli bütün vəziyyətə baxmayaraq görüşü qəbul etmirsə, bu Trumpın əsəblərini daha da tarama çəkəcək. İran da bunu bilir, çox gözəl başa düşür bunu və İrana qarşı amansız hücumların olacağını da İran başa düşür. Zaten əvvəldən deməli İrana qarşı hücumların ediləcəyi məlum idi. Üstəgəl Donald Trump'ın çox ciddi şəkildə qəzəbləndirən addımın atılması ki, bu görüşü qəbul etməməsidir, görüşdən imtina edilməsidir. Bu məsələdə deməli gündəmə bu məsələni də biz əlavə etsək, İrana qarşı bu atəşkəs bitər-bitməz güclü hücumların baş verəcəyini təxmin etmək olar. Mən burada Pezeşkiyanın bir neçə dəqiqə əvvəl paylaşdığı bir məlumatda sizin diqqətinizə çatdırmaq istəyirəm. Pezeşkiyan bildirir ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan ABŞ-İranın təslim olmasını istəyir. Belə bir məlumat paylaşıb. Əlbəttə ki, bu ABŞ-ın ən böyük hədəfidir. İstəyir ki, ABŞ, İran deməli ABŞ-a təslim olsun. Digər ölkələr necə ABŞ-a təslim olublar, ABŞ-ın maraqlarını təmin edirlər, ABŞ-ın diktəsi ilə deməli öz siyasətlərini qururlar. ABŞ-ın da ən böyük hədəfi İranı özünə təslim etməkdir ki, biz ümid edirik ki, bunlar baş verməyəcək və İran bu istiqamətdə var gücü ilə deməli ABŞ-ın mütləq hegemon olmadığını isbat eləyəcək. Əzizlər, burada bir mövzu ortaya çıxır ki, yaxşı, deməli İran bu görüşə qatılmazsa və bu 22 apreldən sonra atəşkəs, zaten atəşkəsin deməli davam etməsi ilə bağlı mən birmənalı fikirdə deyiləm. Çünki burada blokada məsələsi var. Artıq bugün, dünən bugün orada qarşılıqlı ABŞ-İran gəmisinə, İran tərəfindən ABŞ-ın gəmisinə müəyyən hücumlar deməli müşahidə olunur və İran qarşıdakı saatlarda müsbət görüşlə bağlı müsbət cavab verməzsə, mən hesab edirəm ki, artıq 22 aprel tarixi gözlənilməyəcək və atəşkəsin bitməsinə az qalmış, onsuz da bu atəşkəs pozulacaq və yaranan sual bundan ibarətdir ki, o zaman vəziyyət necə olacaq? Deməli, burada bir məsələ ondan ibarətdir ki, bütün mütəxəssislər, hərbi siyasi mütəxəssislər
bu mövzunu təhlil eləyirlər və müharibənin qaçılmaz olduğu qənaətindədirlər. Bütün dünya bu qənaətdədirlər ki, müharibə qaçılmazdır, müharibə mütləq baş verəcək. Bunu bilərəkdən Trump'ı qızdırmaq da, Trump'ın deməli bütün ümidlərini suya salmaq. Bilirsiniz ki, mən bunu dünənki canlıda da bu barədə danışdıq və bu gün biraz əvvəl də buna toxundum. Trump'ın artıq son şanslarıdır. Trump demək olar ki, həm də insan olaraq bitir. Trump'ın yəni ən yaxşı halda Trump 2 il hakimiyyətdə qala bilər. Ən yaxşı halda ki, biz deməli payızda ABŞ-da aralıq seçkilərinin baş tutmasından sonra, reallaşandan sonra baxmayaraq ki, bu məsələdə hələ biraz sual altına düşür. Amma fərz eləyək ki, ən yaxşı halda 2 il hakimiyyətdə mövcudluğu var. Ondan sonra ümumiyyətlə onun etdiyi cinayətlər, onun ABŞ-da məhkəmə qarşısına çıxarılması bu amil həm də Netanyahu haqqında deyə bilərik biz. Netanyahunun da deməli işğalçı rejimdə müəyyən cinayətlər törətdiyinə görə məhkəmə qarşısına çıxarılma məsələsi an məsələsidir. Əgər sakitlik baş verərsə, müharibələr dayanarsa ki, biz bunu gözləmirik, reallıq bunu əks etdirmir və dərhal bu şəxslərin öz ölkələrində mühakimə edilmələri və ittiham edilmələri deməli qaçılmaz olacaq. Sual bəli, budur ki, İran bu mövzuya, bu məsələyə hazırdırmı? Əlbəttə, dediyim kimi, illərdir, 47 ildir biz ümumi İslam inqilabının yaşı 47-dir əlbəttə ki. Amma 88-ci ildə İraq-İran müharibəsindən sonraki dövrdə və xüsusən şəhid imam Ayətullah Lüzma Seyyid Əli Xameneyi cənablarının İslam inqilabına rəhbərlik elədiyi dövrdə gecə-gündüz İran bu müharibəyə hazırlaşır. Bu 1 ayın, 2 ayın, 5 ayın ya 5 ilin deməli hazırlığı deyil. Bu artıq 40 ilə yaxın bir müddətin hazırlığıdır və gecə-gündüz deməli bu hazırlıq aparılıb. Bu hazırlıq elə bir səviyyədə aparılıb ki, İran blokada vəziyyətində, bütün dünya İranı hər tərəfdən sıxmasına baxmayaraq İran böyük müharibəyə hazırlaşıb. Bu xüsusi qeyd olunur və biz də burada bir daha etiraf edirik ki, bəli, İran bu müharibəyə çox ciddi şəkildə illərdir hazırlaşır. Qarşı tərəfdə əlbəttə ki, biz deyə bilmərik ki, qarşı tərəfdə yatıb. Xeyr, qarşı tərəfdə deməli bu müharibəyə ciddi şəkildə hazırlaşırdı. Amma İran da bu müharibəyə çox ciddi şəkildə hazırlaşıb. Əgər bugün İran heç bir təhdidə və şantaja boyun əymədən görüşə razılıq vermirsə, görüşə getmirsə, bu o deməkdir ki, İran bu müharibədə çox yüksək səviyyədə hazırlığı var və İran bilir ki, bu müharibəni davam etdirərsə, Epstein koalisiyası üzərində böyük qələbəyə nail olacaq və Epstein koalisiyanın çöküşü başlamışkən İran istəyir ki, İslam inqilabı istəyir ki, bu çöküşü yekunlaşdırsın. Bu çox ciddi bir məsələdir və mən izləyicilər bəzən görürsən mənə şəxsidə və yaxud da sosial media üzərindən soruşurlar. Deyirlər ki, bu necə olacaq, biz narahatıq, İranın aqibəti və s. Və mən ümumi burada bu fikri səsləndirməklə həm də bu sualların cavabı olaraq bildirim ki, əzizlər, heç də narahat olmayın, bir şey təsəvvür edin. Əgər bugün İran heç nədən qorxmadan, heç bir şantajı qəbul etmədən, heç bir təhdidi qəbul etmədən ABŞ-ın Epstein koalisiyasının qarşısında durubsa və biz savaşmaq istəyirik, biz savaşı müharibəni davam etdiririk bəyanatları verirsə, biz öz haqqımızı istəyirik. Əslində burada İran İslam inqilabının nümayəndələri
ABŞ-dan başqa şeylər istəmirlər, öz haqlarını istəyirlər. Bu ona bənzəyir ki, bir xatırlatma etdim mən. Əzizlər, xahiş edirəm, bəyənmələri artırın, bir dəfə bəyənmə eləyin. Düzdür, bizim canlıda bu gün, yəni bir neçə gündür 50, 100, 80, 90 belə insanların sayı bu qədər olur. Biz bundan da narahat deyilik. Dediyim kimi, bir nəfər də olsa biz yenə də bu cür danışacağıq. Heç olmasa da yenə də danışacağıq. Nə zamansa yəqin ki, bu YouTube-da qalır. Nə zamansa bizim mövqeyimizi eşidən olacaq və ən azı biz bu fəaliyyətimizlə öz vəzifəmizi icra etməyə çalışırıq. Ona görə siz də zəhmət olmasa bəyənmələri artırın. Bir dəfə bəyənmələri artırın. Məsələn, indi bizim bu dəqiqə canlıda 47 nəfər izləyir bizi YouTube üzərindən. Amma cəmi 32 bəyənmə var. Görünür ki, orada olanların da artıq 50 nəfər oldu izləyicilər. Onların da bir dəfə bəyənmə işarəsini basmayıblar. Əgər siz bir dəfə bəyənsəniz, ən azı izləyicilərlə bəyənənlərin sayı heç olmasa bərabər olar və bu da YouTube qanunlarına görə, qaydalarına görə deməli daha çox izləyicinin qarşısına bizim videoların çıxmasını təmin eləyir. Əzizlər, mən bugünkü vəziyyəti bənzədirəm Bədir müharibəsinin vəziyyətinə. Bədir müharibəsində nə zaman və necə oldu? Bilirsiniz ki, Peyğəmbər Məkkə şəhərində məbus oldu, Peyğəmbərliyə seçildi. 13 il orada fəaliyyət göstərdi. 13 il orada bütün deməli baskılara, təhdidlərə, şantajlara baxmayaraq 13 il orada öz peyğəmbərliyini təbliğ etdi və nəhayət Allah ona oradan köçməyi xəbər verdi. Bilirsiniz ki, orada artıq peyğəmbəri o müşriklər öldürməyi planlamışdılar. Allah xəbər verdi ki, artıq sən hicrət eləməlisən. Peyğəmbər oradan gəldi, deməli Mədinəyə. Mədinədə ilkin mərhələdə dövlət qurdu, təşkilatlandılar və ilk iş, yəni artıq hicrətin 3-cü ili idi, Mədinəyə 3 il idi köçmüşdülər. 3-cü il ya 2-ci ilin axırları təqribən Bədir döyüşünün başlama tarixidir. Allah Peyğəmbərə dedi ki, hə, indi artıq sən və özün və o müsəlmanlar ki, onların malları, mülkləri hamısı qalmışdı Məkkədə. Məkkə müşrikləri onları özünkiləşdirmişdilər, onları özlərinə götürmüşdülər. O mallar müsəlmanlarındır. Məkkə müşrikləri özünkiləşdirmişdilər. İndi sən o haqları geri qaytarmağın vaxtıdır. Məkkə müşriklərinin karvanı, Suriyadan gələn, Şamdan gələn karvanı Bədirin yanından keçəcək. Sən orada o müsəlmanların haqqını geri almağın vaxtıdır. Onlar da gəldilər 313 nəfərlə 1000 nəfərə qarşı Bədir müharibəsi. İlk deməli müharibə idi və bu müharibə haqqında Ənfal surəsinin əvvəlinci ayələrində geniş bəhs olunur ki, istəyənlər də bu ayələrin təfsirinə baxmaqla bu müharibəni Quran üzərindən daha dərin mütaliə eləmiş olarlar. Bu məsələdə mən 2 dənə əsas məqamı diqqətə çatdırmaq istəyirəm. Birinci məsələ itirilmiş haqqın uğrunda mübarizə. Bu ciddi bir mövzudur. İtirilmiş haqqın uğrunda mübarizə. Əgər bir adam öz haqqı əlindən alınırsa, öz haqqını geri qaytarmaq üçün o insan mübarizə aparmalıdır, dayanmamalıdır, sona qədər döyüşməlidir. İkinci məsələ azlığın çoxluğun üzərində qələbəsi. Bu da önəmli məsələdir. Biz bunun da nümunəsini görürük. Deməli 313 nəfər 1000 nəfərə qarşı, təqribən 3 nəfərə qarşı 1 nəfər. Əgər batil nə qədər çox olursa olsun, bundan aldığımız dərs, bu hadisədən aldığımız dərs bundan ibarətdir ki, bunlar tarixi reallıqlar idi, hadisələr idi. Müsəlmanlar, deməli Peyğəmbərin rəhbərlik elədiyi qoşunun sayı 313 nəfər idi və müşriklərin, kafirlərin qoşununun sayı 1000 nəfər idi. Amma müşriklər başqalarının haqqını əllərindən almışdılar. Müsəlmanlar isə əldən verdikləri haqqlarını tələb edirdilər.
Bunlar öz haqlarını qoruyurdular. Öz haqqını geri istəmək özü bir güc verir insana. Yəni məntiqlə əgər bir şəxs öz haqqını qoruyursa, o öz haqqını başqasının haqqına təcavüz eləyəndən 3 dəfə güclüdür anlamındadır. Bax bu ifadəni bir də işlədirəm. Əgər bir nəfər öz haqqını qoruyursa, öz haqqını müdafiə eləyirsə, onun bir nəfərinin gücü təcavüzkarın 3 nəfərinin gücünə bərabərdir. Bir təmsil var. Dovşana deyirlər ki, dovşan sən şir deyir deyəsən. Sən həm balacasan, həm deməli qaçanda məndən daha zəif qaçırsan. Amma sənə çatmaq olmur da, sürətlə qaçırsan, tutmaq olmur. Dovşan deyir ki, təqribə məsələ belədir. Dovşan deyir ki, çünki sən deməli qaçırsan, məni tutub parsalayasan, amma mən qaçıram, özümü xilas eləyəm. Yəni sən məni öldürmək üçün qaçırsan, mən isə ölməmək üçün qaçıram. Burada məsələ, bu misal biraz buna uyğun olduğu üçün bu mövzunu dedim ki, insan öz haqqı uğrunda mübarizə apararsa, o güclü olar. O qorxmaz olar. Onun artıda bir itirdiyi bir şey yoxdur da, onu deməli əlində nə vardısa, hamısını qarşı tərəf təcavüzkar əgər əlindən alıbsa, bu o itirilmiş haqqını bərpası üçün döyüşür, həm şərəfini, həm ləyaqətini təmin eləmiş olur, qorumuş olur, həm də ki, itirilmiş haqlarını, maddi haqlarını qaytarmaq istəyir. İranın, bugün İran xalqının durduğu mövqeyi Bədirdə İslam qoşununun durduğu mövqe ilə eynidir. İran xalqı sanki İslam ordusuydu. Peyğəmbərin 313 nəfər ordusu ilə bərabər idi. Yəni İran xalqı ilə Bədir savaşçıların arasında böyük bir bərabərlik işarəsi biz qoya bilərik. Bizim günümüzün Bədri baş verir. Amma müşriklər, Epstein koalisiyası görürsünüz, gəliblər, necə ki kafirlər, müşriklər 1000 nəfərlə gəlmişlər, yəni çoxlu sayla. İndi onlar nəyə güvənirdilər? Onlar güvənirdilər ki, deyirdilər bizim sayımız çoxdur. Biz 1000 nəfər gəlmişik. Onlar güvənirdilər, deyirdilər ki, bizim silahımız çoxdur, bizim atımız var, bizim o dövrdə müasir minilərimiz var, o dövrdə yaxşı dəmirdən hazırlanmış qılınclarımız var, yaxşı möhkəm qalxanlarımız var. Necə ki, indi Amerika, Epstein koalisiyası öyünür ki, bizim deməli samolyot daşıyan gəmilərimiz var, bizim uzaq mənzilli raketlərimiz var, bizim hərbimiz var, bizim hərbi büdcəmiz trilyonlarla ölçülür. Biz beliyik, amma İran xalqı isə onun qarşılığında özü istehsal elədiyi və öz haqlarını geri qaytarmaq üçün müdafiə elədiyi olunan bir xalqdır. Ona görə də biz əminliklə bu mövzuda qətiyyətli fikrimizi bildiririk ki, bugünün Bədri, bugünün müşriklərə qarşı İslam müharibəsini biz müşahidə eləyirik, biz görürük. Görürük ki, bəli, dövrümüzün Bədrində, dövrümüzün İslam ordusunda gözümüzün qarşısındadır. Epstein koalisiyası nə qədər güc göstərsə də, Epstein koalisiyası nə qədər öz puluna, silahına arxayın olsa da, görürsünüz ki, heç bir halda haqqını, özünü, ləyaqətini, şərəfini qoruyan, azsaylı, cəsarətli, mərd, qeyrətli bir orduya qələbə çala bilməz. Quranda bunun digər nümunəsi də var. Deməli, Talutla Calut mövzusunda Bəqərə surəsinin axırlarında bu mövzuya da toxunulur. O barədə də deməli, orada da açıq şəkildə deyir ki, nə qədər azlar var ki, onlar çoxlara
qələbə çalıblar. Əzizlər, bu barədə demək istədiklərim bundan ibarətdir. Bizim əziz, dəyərli, ləyaqətli, az saylı izləyicilərimiz bilməlidirlər ki, müdafiə etdikləri deməli ordu İslam ordusudur. Müdafiə etdikləri dəstə bu Bədir dəstəsidir. Onların üzərinə necə ki müşriklər, Epstein koalisiyası gəldikləri kimi də burunları yerə sürtüləcək və məğlubiyyətlə, biabırçı məğlubiyyətlə geri qayıdacaqlar. Bizim bugün danışmaq istədiyimiz, mən onu da deyim ki, izləyicilərimizin də yazdıqlarına biganə deyiləm. Mən elə danışa-danışa izləyicilərin yazılarına da fikir verirəm, göz atıram. Əgər orada hər hansı bir yeni fikir və təklif olarsa, onu səsləndirəcəm. Təşəkkür edirəm. Deməli, xoş sözlər yazırlar, dəstək olurlar. Hər birinizə təşəkkür edirik. Biz həqiqətən birlikdə güclüyük, bir həqiqətən birlikdə qələbə çalacağıq. Bizi güclü eləyən pul, var, dövlət, texnika bunların heç biri bizi güclü eləmir. Bizi güclü eləyən Allaha bağlılığımızdır. Bizi güclü eləyən imanımızdır. Bizi güclü eləyən təqvamızdır. Bizi güclü eləyən əqidəmizdir. Necə ki, İslam inqilabının banisi mərhum İmam Xomeyni Həzrətləri o deyirdi ki, biz gücümüzü ancaq Allahdan alırıq. Biz gücümüzü ancaq Allahdan alırıq. Bizim arxalanacağımız, arxamızı dayadığımız, sayəsində dincəldiyimiz, sayəsində mübarizə apardığımız tərəf də ancaq Allah və İmam zamanıdır. Ondan başqa biz heç kimin, heç qüvvənin sayəsinə sığınmırıq. Heç kimin, heç qüvvənin gücünə arxalanmırıq. Bizim arxalandığımız ancaq və ancaq Allah və İmam-ı Zamandır inşallah. Əzizlər, bugün bir mövzu ilə bağlı da mən danışmaq istəyirəm. Deməli, əvvəlcə bunun anonsunu verdim. Bilirsiniz ki, mən əvvəl onu deyim ki, deməli, bu günlər, son günlər, xüsusən bir neçə həftədir İran-Azərbaycan arasında ciddi şəkildə yaxınlaşma müşahidə olunur və bu yaxınlaşma əsasən Azərbaycan tərəfindən addımlar atılır yaxınlaşmaq üçün. Biz bu mövzuları izah etmişik. Əliyev rejiminin mahiyyətini illərdir izah eləyirik. Əslində Əliyevin mahiyyəti Epstein koalisiyasının mahiyyəti ilə eynidir. Bu barədə biz danışmışıq. Amma belə bir vəziyyətdə deməli bu Əliyev rejiminin İrana qarşı yaxınlaşması, dostluq əlini uzatması və 3 dəfə ardıcıl yardım göndərmək, sonra müəyyən manevrlər etmək və hətta İlham Əliyev hakimiyyətinə yaxın politoloqların və bəzi YouTube və televiziya kanallarının artıq mövqe dəyişikliyi, İranı müdafiə edən bəyanatların səsləndirilməsi və s. Biz bunları tam yetərli hesab etməsək də, indiki vəziyyətdə deməli müsbət başlanğıc kimi qiymətləndirirdik. Ona görə ki, biz heç bir zaman istəməmişik İran-Azərbaycan münasibətlərində gərginlik olsun. Biz hər zaman İran-Azərbaycan xalqlarının dost qardaş xalq olduğunu elan eləmişik və bu iki xalqın birlikdə, bərabər olaraq irəliləməsinin tərəfdarı olmuşuq və Əliyev hakimiyyətini də həmişə bu istiqamətdə tənqid etmişik ki, təbii ki, ölkə daxilində baş verən proseslər onu tənqid etmək üçün. Əzizlər, mən sizdən bir şey soruşum. Mənim səsim gəlir, gəlmir. Çünki mikrofonu mən gördüm indi sönüb. Mənim səsim gəlir, gəlmir. Zəhmət olmasa səslə bağlı bir məlumat verərdiniz. Zəhmət olmasa səslə bağlı məlumat verərdiniz. Təşəkkür edirəm. Səs gəlir, yazdınız. Deməli, bəli, bizim həmişə
İrana münasibətdə də bu məsələni biz gündəmə gətirmişik ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində Əliyev rejimi birmənalı olaraq propaganda aparır və bu iki ölkənin xalqlarını yaxınlaşmağa imkan vermir. Bu istiqamətdə biz tənqid edirdik. Son məsələlər ki, deməli, xüsusən bir neçə həftədir İrana qarşı yaxşı addımlar, daha doğrusu müsbət addımlar atılır. Bu addımları da biz dediyim kimi yetərli hesab etmirdik, lakin başlanğıc üçün müsbət hesab eləyirdik. Eyni zamanda biz bu mövqeydə idik ki, əgər İlham Əliyev deməli bu addımlarında səmimidirsə, əgər İlham Əliyev İrana qarşı dost əlini uzadırsa, İrana, Pezeşkiyana xüsusən yadınızdadır, bir neçə gün bundan əvvəl fars dilində Pezeşkiyana bir təşəkkür məktubuna cavabda yazmışdı. Təşəkkür fars dilində bəradərim, qardaşım deyirsə və İrana deməli uzatdığı əl səmimidirsə, o zaman iki dənə ən əsas işi görməlidir. Birinci, İsrailə ixrac edilən Azərbaycan neftinin ixracatı dayandırılmalıdır. İkinci, Azərbaycanda İrana görə həbs edilən Azərbaycan vətəndaşları birmənalı olaraq gecikmədən qeyd-şərtsiz azad edilməlidirlər ki, bugün 5 minlərlə insan Azərbaycanda şərləniblər. Niyə? Bunlar İrana deməli agentlikdə, İrana işləməklikdə, yəni agent kimi işləməkdə ittiham olunurlar. Bunlar İlham Əliyevin həbsxanalarında əziyyət çəkirlər. Bu insanlar, hətta 6 hicablı xanım bacımız da, onların az yaşlı uşaqları və biri də onkoloji xəstəlikdən əziyyət çəkir. Xoşqədəm xanım olmalı, səhv etmirəmsə, adın bəlkə də səhv deyirəmsə, izləyicilər onu dəqiqləşdirib yaza bilərlər ki, o onkoloji xəstəlikdən əziyyət çəkən hicablı bacımızın adı nədir? Hansı ki, deməli, İlham Əliyev onu həbs eləyib saxta ittihamlarla. Hansı ki, onlar İmam Hüseyin ehsanı verirdilər, ona görə həbs olunublar. Hansı ki, onlar Fələstin xalqını müdafiə edirdilər, ona görə həbs olunublar. Və İlham Əliyev əgər İrana qarşı səmimidirsə, bu addımları atmalıydı. Bu İlham Əliyev deməli bu addımları atmırsa, nə qədər Pezeşkiyana qardaşım deyirsə, nə qədər PESOX göndərirsə, un göndərirsə, bunların heç biri deməli səmimi deyil, heç biri səmimi yardım deyil. Hətta mən bu yardımlara İranın ehtiyacının olmadığını da qeyd etmişdim ki, İran illərdir yardımsız dolanır. İran illərdir blokada şəraitində, illərdir sanksiyalar altında İran dolanır. Ondan sonra İran yaşayır. Heç kimdən 1 kilo deməli un qəbul etmirsə, un almırsa, başqa şəkər tozu və başqa dərman preparatları almırsa, əksinə özü dünyaya dərman preparatları satır. Azərbaycan əhalisinin böyük əksəriyyəti gedib elə İrandan ucuz dərmanlar alıb gətirib müalicə olunmurdular. İndi İran Azərbaycanın deməli belə deyək də keyfiyyətsiz dərmanlarına ehtiyacı mı var? Bunun əzizlər, biz bunları tələb eləyirdik və yenə də tələb eləyirik. Yenə də tələb eləyirik ki, İran Azərbaycana qarşı əgər səmimidirsə, o həbs olunan hicablı xanımları, həbs olunan dindarları, ruhaniləri, hansı ki o insanlar Azərbaycan cəmiyyətinin ən ziyalı insanlarıdırlar. O insanlar Azərbaycan cəmiyyətinin ən keyfiyyətli insanlarıdırlar. O insanlar Azərbaycan cəmiyyətinin sütunlarıdırlar. O insanlar Azərbaycan cəmiyyətini, o analar ki, onlar şərlənər, həbs olunublar. O hansı ki, o analar Qarabağı işğaldan azad edən oğulları məhz o analar tərbiyələndirdilər. O analar. Baxın, 3000 şəhidimiz oldu da bizim. 3000 şəhidin, baxın, indi sosial şəbəkələrdə çoxlu paylaşım eləyirlər. Baxır, görürük ki, bəli, sosial şəbəkələrdə o şəhid anaları ki, haqqında paylaşımlar eləyirlər.
Əksəriyyəti onlar hamısı başı bağlı, nur parçaları, ondan sonra ağızları İmam Hüseynlə açılır, xanım Zeynəblə açılır, Əhl-i-Beyt məktəbi ilə açılır. Ondan sonra şəhid anaları olduqlarına görə çoxu fəxr eləyirlər və s. Bu analardılar da İlham Əliyevin mövcudluğunu təmin elədilər. Qarabağı işğaldan azad edib keçirdilər Azərbaycan hərbçilərinin nəzarətinə. Bu analardır. Hansı ki, göbəyi üzr istəyirəm açıq, bütün günü barlarda keçirən analar, onların tərbiyə elədiyi uşaqlarla biz gedib Qarabağı ala bilərdik və yaxud da biz onları müqəddəs sayırıq. Əlbəttə ki, yox. Əgər İran, dediyim kimi, İranla bağlı Azərbaycan hakimiyyəti, İlham Əliyev hakimiyyəti səmimidirsə, indi də bu tələb edirəm. Hətta mən bu canlıdan, əgər məni eşidən varsa, həbs olunan o bacı qardaşların ailələri təqribən 5000-dirsə, heç olmasa da artıq sizin itirənəcəyiniz yoxdur. Düzdür, xalqı elə bir vəziyyətə gətirib çıxardıblar. Xalq qorxur, həbsdən qorxur, təhdidlərdən qorxur, şantajlardan qorxur və s. İndi də istənilən adamı istənilən formada tuta bilərlər. Heç lazım deyil onun üçün baş sındırıb bir hüquqi proses həyata keçirsinlər. İstənilən adamı aparırlar, narkotikanı qoyurlar qabağına, ya həbs olunursan, ya bizləyəni eləyirsən, ya da bu narkotiklə həbs olunursan. Bu qədər sadə, bu qədər asan bir məsələyə gətirib çıxardırlar. Bəli, bunlar onsuz da xalq qorxur, xalq əziyyət çəkir. Amma heç olmasa həbs olunan o bacı qardaşlarımızın ailələri əgər bu mövzuda aktivliklərini təmin etsələr, çünki mən niyə görə deyirəm də artıq sizin həbs edilib sizin yaxınlarınız. Cəmaət da qorxurlar həbsdən. Cəmaət hələ o tabunu aşa bilməyib. Siz artıq gördünüz, həbs olundu, düzdür, əziyyətdir, çətindir və s. Amma siz heç olmasa həbs olunan bacı qardaşların yaxınları, onlar toparlanıb bir yerdə etirazlar etməlidirlər və onlar bu insanların deməli öz doğmalarının həbsləri ilə razılaşmamalıdırlar. Sona qədər mübarizə aparmalıdırlar. Mən bunu burada bir haşiyə çıxıram ki, əzizlər, bəzən görürsən ki, bəzi həbs olunan qardaşlar var, onların yaxınları həbsləri işıqlandırmağa imkan vermirlər. Şəxsən neçəsi mən tanıyıram, həbs olunduğunu eşitmişəm, dərhal paylaşım eləmişəm və müdaxilə eləmişəm, istəmişəm ki, ictimailəşdirim və həmən adamın yaxınları mənə müraciət eləyiblər, əlaqə saxlayıblar. Deyiblər ki, xahiş edirəm, məsələn, mənim qardaşımın, ya mənim həyat yoldaşımın, ya mənim qohumumun həbsini sən işıqlandırma. Səbəb kimi göstəriblər ki, yox, biz danışmışıq, vəkil işləyir, azad edəcəklər və s. Və əlbəttə ki, mən onda da izah eləməyə çalışmışam ki, qardaş, bu məsələlər illərdir insanları bu məsələlərlə aldadırlar. Əvvəlcə də yalandan deyirlər, biz ictimailəşdirməyin, heç kimə deməyin, biz azad eləyəcəyik, filan. Amma sonra istintaq gedir, həmən istintaq dövründə deməli, ictimailəşmir. Məhkəmədən də sonra biz bir də xəbər olur ki, filan kəs həbs olunub, 10 il iş verdilər, 12 il iş verdilər. Onda da artıq gec olur və ailə bu cür aldadılır. Ailənin, məsələn, demək olar ki, bu cür səsini kəsirlər və ailədə ciddi bir travma yaşanır. Artıq ailə öz hüquqlarını qoruya bilmir. Biz bu yaxınlarda Faiq Vəlizadənin gördük. Məsələn, Faiq Vəlizadə böyük İslam alimlərindən biridir və xüsusən Azərbaycan dilinə İslam ədəbiyyatının tərcümə olunmasında böyük xidməti olan qardaşlardan biridir. Allah qapısını açsın. Biz də bir də gördük ki, deməli artıq Faiq Vəlizadə qardaşımıza 12 il yoxsa 14 il həbs cəzası verdilər. Daha doğrusu azadlıqdan məhrum elədilər. Amma bu birdən-birə olmur ki, onun istintaq dövründə, sonra biz maraqlandıq, gördük ki, istintaq dövründə ailəsini onun deməli həbsinin işıqlandırılmasına mane olub. Belə hallarda baş verir. Bu hallar baş verməməlidir. Əzizlər,
Deməli 2 nəfər bir yerdə. Doğrudur. Burada Tamella xanım yazıb ki, 2 nəfər bir yerdə toplaşanda polis tam doğru, tam doğru. Biz bilirik. Çünki bu hakimiyyət o qədər qorxaq hakimiyyətdir. Hətta məsələn, deməli, hüzur məclislərinin ləğv edilməsi müxtəlif adlarla, o da məhz bu məsələyə xidmət eləyir. Hüzur məclislərində ki, insanlar toplaşırlar və orada İmam Hüseyn mərsələri oxunur, müəyyən söhbətlər olur. O məclislərdə hakimiyyətin əleyhinə müəyyən deməli vəhdət yaranar qorxusu ilə hüzur məclislərini yığışdırdılar. Çünki Azərbaycan cəmiyyətində hökumətə qarşı, bu rejimə qarşı toplana biləcək ən çox ehtimal verilən məkanlardan biri də, tədbirlərdən biri də yas məclisləridir. İndi yavaş-yavaş toy məclislərinin keçirilməsi ilə bağlı da müəyyən işlər görməyə çalışırlar, müəyyən məhdudiyyətlər yaradacaqlar. Elə bilməyin ki, elə hüzur məclisləri ilə başladılar, toyda işləri yoxdur. Xeyr, proses, məsələ toy, hüzur bunların keçirilməsində deyil. Məsələ insanların bir araya gəlməsindədir. Məsələ insanların toplaşmasındadır. Kütləvi tədbirlərin yavaş-yavaş aradan çıxarılması. Baxın, görün, elə bir vəziyyət yaranıb ki, heç kəs məsələn durub hər hansı bir kütləvi tədbirə təşkilatçılıq eləyə bilməz. Bu mümkün deyil. Elə bir durum gətirib yaradıblar ki, mən bununla da yəni bu faktı da təsdiqləyirəm, həqiqətən belə bir fakt da var, amma bizim başqa yolumuz da yoxdur. Heç olmasa biz deməli bütün bu qorxuları atıb, baxın görün İran xalqının cəsarəti. İran xalqı Amerika kimi bir dövlətin, ölkənin Epstein koalisiyasının qabağında çıxıb bu cəsarəti göstərir. Amma biz çox təəssüflər olsun ki, biz öz ölkəmizdə zalim rejimin qarşısında bu cəsarəti göstərə bilmirik. Amma göstərməliyik. Bu cəsarət mütləq baş verəcək və bu cəsarət, bu zalim rejim də bilir ki, bu cəsarət Hüseynçilər tərəfindən baş vermə ehtimalı çoxdur. İnşallah elə bunlar tərəfindən, bizim tərəfimizdən baş verəcək Allahın köməkliyi ilə. Əzizlər, bu mövzuda mənim demək istədiyim məsələ odur ki, bəli, Yeni Müsavat qəzeti bir zəhmət olmasa bəyənmələrə baxın, kanala abunə olmamışsa kanala abunə olun, yorum yazın və paylaşımları da edin. Yeni Müsavat qəzetində belə bir, elə öz əməkdaşlarının birinin imzası ilə belə bir deməli məqalə dərc-eləyiblər. Qısa bir məqalədir ki, güya ABŞ Suriyada minlərlə silahlını Azərbaycana, İraq Kürdistanına və Pakistana köçürüb. Vaşinqton onları silahlandırıb ki, müharibə başladıqdan dərhal sonra İrana daxil olub İslam Respublikasının sistemini devirsinlər. Əslində bu deməli bu fakt, daha doğrusu bu məlumat indiki məlumatı deyil. Əvvəlcə dediyim kimi bu 20-ci ildə şəxsən mənim tərəfimdən də səsləndirilən bir məlumat idi. Bu məlumat heç bir rəsmi sayt, mənbə tərəfindən təsdiq olunmur. Onu da deyim. Amma sosial şəbəkələrdə və qeyri-rəsmi məlumat kimi daha çox yayılıb. Mən hətta o vaxt deməli Suriyadan döyüşçülərin, daha doğrusu döyüşçülər deməyək, burada konkret vəhhabilərdən söhbət gedir. Suriyadan vəhhabilərin Qarabağa gətirilməsi ilə bağlı məlumatlarda mən haqqında danışmışdım. Hətta birinci mərhələdə vəhhabilərin qabağa verilməsi ilə bağlı bizim açıqlamalarımız da olmuşdu. İndiki mərhələdə də Azərbaycanda vəhhabilərin açıq şəkildə meydan sulaması və Ceyhun Məmmədov deputat və bu kimi şəxslərin vəhhabilərə geniş dövlət səviyyəsində imkanların tanınması ilə bağlı açıqlamalarını biz ara sıra eşidirik və mən dəfələrlə bu barədə danışmışam. Bu mövzu yeni mövzu deyil. Sadəcə
bu mövzunu mən ona görə indi gündəmə gətirirəm ki, kimsə sual verə bilər. Yəni eyni şeyi sən dediklərini Müsavat da deyir də. Niyə görə indi sən bu mövzunu gündəmə gətirirsən? Əslində bunlar bu ittihamı bunlar əsaslandırırlar ki, deməli İranın İordaniyadakı keçmiş səfiri Mustafa Moslehzadə bu ittihamı səsləndirib, Müsavat bunu belə təqdim eləyir və bu da Sepah generallarından biridir, Sepah tərəfdarlarından daha doğrusu biridir və Sepahın deməli Sepahı müdafiə edən Telegram kanallarını bu məlumatı güya tirajlayır və bunun üstündən güya bunlar Azərbaycana böhtan atırlar və s. Əslində bu məlumatın Yeni Müsavat tərəfindən paylaşılmasının hədəfi Azərbaycanın İrana son günlər yaxınlaşmasının qarşısını almaqdır. Bu indi deməli biz Rauf Arifoğlu'nun Müsavat media qrupunun rəhbərliyi eləyən Rauf Arifoğlu'nun əlinin kimlərin cibində olması ilə bağlı dəfələrlə danışmışıq və bu cür insanları heç bir halda vətən, sonra bunları millət, xalqın düşündürmədiyini biz qeyd etmişik. Bunlar konkret olaraq deməli Siyonizmin, Epstein koalisiyasının Azərbaycan nümayəndələridirlər. Xüsusən bunlar Epstein koalisiyasına xidmət edir. Rauf Arifoğlu şəxsən Azərbaycanda Epstein koalisiyasına xidmət edən bir zatdır. İndi də görürlər ki, Azərbaycan-İran arasında bir yaxınlaşma hiss olunur ki, biz bu barədə danışmışıq və iddiamız bundan ibarətdir ki, bu yaxınlaşmanın özü də səmimi deyil, özü də saxtadır, özü də biz əsaslandırmışdıq danışanda bunu. İlham Əliyev hakimiyyətinin deməli hakimiyyətini qorumaq üçün bu yaxınlaşmanı həyata keçirdir məntiqin ortaya qoymuşduq. Hələ bunun əksi yoxdur. Yəni bu məntiq təksib olunmayıb hələ bizim bu məntiqimiz və Rauf Arifoğlu'nun belə bir vəziyyətdə bu cür xəbəri tirajlaması və birbaşa Sepahı hədəf seçməklə ki, bilirik ki, bugün İran İslam Respublikasında əsasən Sepah nəzarət tam ondadır və İslam inqilabının çünki bu mühafizəsini məhz Sepah təşkil edir. Elə adının mənası da odur. Rauf Arifoğlu'nun qəzetində deməli belə bir ittihamın səsləndirilməsi bu əslində Azərbaycanın İrana qarşı saxta uzatdığı əli kəsmək mənasındadır. Kəsmək üçün bu deməli ittiham ortaya atılıb. Epstein koalisiyası əlbəttə İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasını və yaxşılaşmasını istəmir. Ona görə də Rauf kimi adamlar, Epstein koalisiyasının Azərbaycan nümayəndələri bunlar artıq dövriyyəyə girirlər. Bunlar görürlər ki, bu münasibət yaxşılaşa bilər. Çünki İlham Əliyev müharibədən sonra, yəni ABŞ-İran müharibəsindən, Epstein koalisiyası ilə İran müharibəsindən sonraki dövrdə Əliyev rejiminin mövcudluğu biraz çətin vəziyyətə düşə bilər. İlham Əliyev də bunu çox gözəl anlayır və anladığı üçün də post-müharibə, məlum müharibədən söhbət gedir. Post-müharibə dövrünü indidən qaranti eləmək istəyir. Ona görə də bəzi jestlər deməli baş verir. Amma Epstein koalisiyası özü batırsa hamı batmalıdır prinsipi ilə davranır və mən bütün Azərbaycan xalqını ayıltmağa çalışıram ki, Rauf Arifoğlu və onun kimilər Eynullah Fəthullayevidir, Rauf Arifoğludur, Azər Həsrətdir, Fazil Mustafa, ondan sonra elə o Ceyhun Məmmədov və s. Bunlar Epstein koalisiyasının Azərbaycan nümayəndələridirlər. Bunlar heç bir halda
İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasına və yaxşılaşmasına imkan verməzlər. İndi də bu cür deməli məlumat yayırlar, öz müəlliflərini müəllif yazısı kimi təqdim eləyirlər. Sonra onu başlayıb YouTube kanalında onu video formasında o məsələni işıqlandırırlar, genişləndirirlər. Yəqin ki, biz yaxın günlərdə də deməli Azərbaycanda Epstein koalisiyasının digər nümayəndələrinin də bu mövzuya münasibət bildirməsini görəcəyik. Və əsas məqsəd əlbəttə ki, ayın günün bu vaxtında deməli İran-Azərbaycan münasibətlərinin gərginlikdə saxlamaq. Çünki əgər bu gərginlik davam edərsə, deməli həqiqətən Azərbaycan üçün vəziyyət biraz fərqli olacaq. Fərqli ondan ibarətdir ki, bunlar illərdir İran xalqını, Azərbaycan xalqına düşmən kimi təqdim edirlər. Bunların apardıqları bu siyasət, bu propaganda suya düşmüş olacaq. Ona görə də Rauf Arifoğlu indi Sepahı ittiham eləyir, Sepahın üzərinə gedir. Hansı ki, bütün dünya təsəvvür eləyin, bütün dünya xalqları, bütün dövlətlər, hətta dövlət nümayəndələri belə, xalq nümayəndələri yox, hətta hökumət və dövlət nümayəndələri Sepahın doğru yolda olduğunu etiraf eləyir. İran İslam inqilabının doğru siyasət yürütdüyünü etiraf eləyir. Onunla əməkdaşlığa başlayır. Biz gördük İtaliyanın baş naziri deməli İrana səfər edəcəyini və ondan enerji ehtiyatlarının alması üçün qaz və s. müxtəlif razılıqlar əldə ediləcəyi ilə bağlı ümidli danışır və s. Və digər ölkələrdə də biz eyni şeyləri görürük. Belə bir vəziyyətdə Azərbaycanda nə baş verir? Azərbaycanda durur Rauf Arifoğlu, Epstein koalisiyasının ən parlaq üzvlərindən biri Sepah'a barmaq silkələyir. Sepah'a deməli, Sepah'a ittiham eləyir. Və bu onu göstərir ki, əslində bu həm də bir vəfa borcudur. Çünki bunlar bu vaxta qədər iddia eləyirdilər ki, Qarabağ məsələsində İsrail bizim yanımızda olub. Yaxın vaxtlarda biz bu məsələlərə bir daha qayıdacağıq və bir daha bu məsələləri deməli münasibət bildirəcəyik. İndi də biz Epstein məsələsi, yəni bu müharibədə biz gərək Epstein koalisiyasının yanında olaq. Biz gərək İsrailin yanında olaq. Əslində, bax, Azərbaycan mediasında, Azərbaycan sosial şəbəkələrində, televiziyada və s. bu cür informasiyaların gündəmə gətirilməsi, müzakirəyə çıxarılması əslində bunu göstərir ki, Azərbaycan mesaj verilsin ki, Azərbaycan Epstein koalisiyasının, işğalçı İsrailin və Amerikanın yanındadır bu müharibədə. Amma mən bir mənalı olaraq bu məsələni gündəmə gətirməklə demək istəyirəm ki, xeyr, Azərbaycan xalqı bu məsələdə İslam inqilabının yanındadır. Epstein koalisiyasını qətiyyən nifrətlə xatırlayır və lənətləyir. Epstein koalisiyası qeyd-şərtsiz məhvə məhkumdur. Əziz izləyicilər, bugünkü deməli söhbətimiz bu qədər. Mən hər birinizə təşəkkür edirəm. Hər birinizdən minnətdarlığımı bildirirəm ki, sona qədər izlədiniz, zaman ayırdınız, vaxt ayırdınız və bir dəfə bəyənib, paylaşıb, əgər Cavid Cabbarlı YouTube səhifəsinə, YouTube kanalına abunə olmamışsınızsa, abunə olun, sayımızı artıraq və sayımızı artırmaqla da inşallah biz haqq yolunda mübarizəmizi davam etdirək. Allahın köməkliyi ilə Allahın vədəsi mütləq baş tutacaq. O vədə isə odur ki, möminlər sonda qalib olan tərəf olacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah'a emanet. Sağ olun.